Şam şəhərində xeyli qoca bir kişi vardı. Pəri kimi, cin kimi cəmaatdan qaçardı. Toxuyardı özünə yaşıl otlardan çöynək. O ruzi qazanardı hər gün kərpic çəsərək. Bir gün o qoca kişi bir gün o qoca kişi fələyin öz əli ilə bir daha artdı işi. Birdən-birə bir cavan oğlan göründü gözə. Qocanın qarşısında durub başladı sözə. Torpağın qalxanına qılınc vurma bu qədər. Qap ki səndən bir qarın çörək əsirgəməzlər. Bu kərpicin gəlibi yansın deyə oda at. Başqa bir sənət tapıb işlə muradına çat. Nə vaxtadək zəhmətlə daş kəsək əzəcəksən. Sudan, palçıqdan əldə nə hasil edəcəksən. Qocasan, tut özünü ahıllara bərabər. Cavanların işini cavanlara da qaytar. Cavansan, mənə cahillik etmə. Əl çək acın sözündən, mənə ağıl öyrətmə. Onun üçün öyrətdim, gəlmə bu sənətə. Bir gün sənə əlasıb düşməyim xəcalətə. Əlimin zəhməti ilə doktor gözündə ilac. Məni bu özü üçün günahkar sayımı bəsdir. Düşünsən biləsən ki, dediklərim əbəsdir. Cavan oğlan sarsıldı qocanın bu sözündən. Orada durmadı getdi, yaş axıdıb gözündən. Dünya görmüş adamdır söylədiyim bu qoca. Öz işi ilə hamının gözündə olduğu zat. Aferin.